Qan vermək bir həyat verməkdir. Azəra Holdingin bütün əməkdaşları bu missiyaya həvəslə yanaşır. Nazlı Ana Fondunun fəaliyyəti də bu prosesin təməlini təşkil edir. Talasimiyalı uşaqların sağlamlığının qorunmasında, müalicəsində hər hansı bir formada insan iştirak etdikdə özündə bir rahatlıq tapır. Sağ olsunlar ki, əməkdaşların çoxu gəlib burada könüllü qan verirlər ki, bu uşaqlara kömək üçün. Biz bu tədbirin iştirakçısına çevrildik və bir həyat xilas etmiş olduq. Əslində uşaqlara qayğı və diqqət hər gün olmalıdır. Nazlı Ana Xeyriyyə Təşkilatı ənənəsinə sadiq qalaraq bir yığın uşaqların beynəlxalq müdafiəsi günündə də bir aksiya təşkil etdi. Bu dəfə talasimiyadan əziyyət çəkən uşaqlar üçün qan toplamağa qərar aldıq. Çağırışımıza səs verən Azəra Holdingin bütün əməkdaşlarına, həmçinin holdinqə daxil olan şirkətlərin nümayəndələrinə aktiv iştirak etdikləri üçün təşəkkürümüzü bildiririk. Nazlı Ana Xeyriyyə Təşkilatı, mərhəmət və sabaha qayğı ilə.